Salam dostlar, videoya hoş geldiniz. Bugün yeni bir konseptle karşınızdayım. Deməli bugün nə edirik? Hər ikisindən cüzi kartından oynuyoruz. 3 oyun oynuyoruz deyə sıralama koymuşam. Yəni Royal EP'dən götürüb sıralamışam. Deməli 8 iksirlik bir kart var da golemli, fərqli olsun deyə üstü slasher koymuşam birinci oyun. 7 iksirindən cüzi 3-cü kartı muhafızlardır. 6 iksirindən cüzi 3-cü kart əslində boss aydutdur. Amma məndə boss aydut yoxdur. Boss aydut gələn vaxtı mənim hesabım ban yemişdi. Ona görə boss aydut ala bilmədim. Pulsuz verilən vaxtı. Sonra 5 ikisiyle cüz kart prens, 4 ikisiyle cüz 3-cü kartı kulübə, 3 ikisi də koruma, 2 ikisi də öfkə, 1 ikisiyle cüz 3-cü kartı elektroluktur və kule birliyi ən cüzü 3-cü kule birlik topçudur. Neyse. Söz çox satmadan oyunlara keçək. İnşallah beyit dəstə gəlməz. Həm də 2x rəqədə, 3x rəqədə diqqətli oynamalar ki, çox hasar yeməyək. Kuledə də topçudur. Arkadan muhaslardan çıxmalılar. XR oynayanlarda normalde Tesla da olur. Bence üstü slasher atmalı düzlama. Çünkü alev top olur bunlarda. Ara shift var imiş hele. Neyse. Çatsaydı oradan basardım. Çok hissettirdi orada. Bir dev goblin atar. Öfke. Arkadan prens basar. Burada böyle bir şey hemen var aslında. Anti-rakete böyle bir şey yaramıyorlar. Korumalarda da. Sonra buradan dev goblin. Arkasında prens. Öfkeni dikkatli çıkartmalıyım. Öfke basar. Böyle bir şey. 3 slasher'ler bölek. Tony house'lar atmalılar. İkisi oynayanlarda böyle bir şey var. Eğer vuramırlarsa ikisi oyundan başlayırlar büyü döndürmeye. Bizde öfke basak. Bina kartı yoktu. Şey oynadık. İyi oyunda değil. Növbəti dəstəmiz elədir. Dediyim kimi, məsələn 8x-lə güclü kartı, bir təhyan golem var oradan usta. 7x-lə güclü ikinci kartı Pekkadır. Aslında evrimli Pekkadır ama məndə evrimi yoxdur. 6x-lə güclü ikinci kartı Dev Goblindir. Evrimlisi. 5x-lə güclü ikinci kartı Balon. 4'də alev topu. Çete.
Varil. 1x ilə 102-ci kart isə buzludur. Və yaddan çıxartmadan kule birliyi də ən güclü ikinci düşest kullanmasaq. Keçək növbəti oyuna. Emperor. Bol şans deyək. Emojimizi yollayaq. Biz ruh atsaq, hansı düşest, hansı nəsə dəst. Belə bir balon yoxlayaq o bilsin. Əslində məncə çox səhv oldu. Varil. İkimiz çox aşağılamalıyıq. Arxadan yığmalıyıq kartları. Və çetə ataq vurmasın. Bu oyunda böyük ihtimal golemlerin elə çox istifadə etməyəsəm, əsas Pekka. Sən burada arxadan Pekka basmaq olur. Böyle bir şey deyək. Qabağına dev golem basmaq istəyirəm. Ona heç nə atmaq istəmirəm. Qabağına dev. Buna vurdurmaq olmaz öcə. Varil basaq. Ora bir şey atsa alev top atarım. Böyle bir şey deyək. Pekka oranı alır herhalde. Yaxşı oynadıq. İndi onun qabağında bir şey gəlsə çetə atarım, amma Tomruq təxmin edə bilər. Tez basaq. Tomruq atmaq vaxtı olmaz. Bura bir buz ruhu atsaq məncə bəs edər. Onları heç atmaq istəmirəm. Yine arkadan Pekka ilə çıxaq. Dediğim gibi bunlar çeker onu bu tarafa. Pekka onu eritsin. Balon basaq. Varil. Buradan bence oyunu verdi. Böyle bir alev top basaq. Pekka oranı alır herhalde. Sonra böyle bir buz ruhu vurmaz o. Sonra Pekka, Varil, dart bırakıram. Golemi çatmadı, ona görə golemi bir dəfə atmaq olur. Golemin də xətrinə dəyməyək. Ora setə basaram, olmadı. İyi oyunlu deyil. Keçək növbəti oyuna. Və gəldik. Bunu açaq. Yaşar madenci. Deməli, ən yaxşı. Bu da ən yaxşı. Mesela 8x'in ən yaxşı dediyim kimi bir golemdir. Ən yaxşı 7x'lik kart Mega Şövalyedir. 6x'lik İldırım. 5x'lik cadı. Əslində evrimli cadıdır. Çünki evrimsiz heç bir işe yaramır. 4x'in ən güclüsü evrimli Valkyrie. Bunu evrimli edək. 3x'də oxlar. 2x'də tomruq. Tomruq çox vaxt belə metod var. Yəni heç vaxt düşən görməmişəm. 1x'də diksə iskelet. Çünki həqiqətən çox süper iş görür 1x'ə. Keçək bu oyuna. Bol şans emojimizi yollayaq. Arxadan cadı atmaq olar. Pekkanı tez atdı sanki biraz. Belə arxaya doğru bir Mega Şövalye göndərmək var. Ona heç atması o məncə tullanır. Atdı. Burada nə armaq var? Adam çox kiçik xəstədir. Sən arxadan golem basa bilərik.
bastım. Arkasını cadı döndürərəm. Başa düşməsən bu elə bir dəstə deyil ki, başa düşəsən. Ona da heç nə atmıram. Elə bir oxlar atım. Cadı. Qəşəng. İndi evrimli mega şövalye atmaq olar. Amma hələ ki tezdir. Arxadan çıxaq məncə. Çox da arxadan çıxmayın. Fıçı gəlsə də şey atarıq. Tomluq. Qəşəng. İndi tərkeşdə atmaq istəmirəm. Qəşəng. Məncə arxadan bir valkür ataq. Həm evrimi dönsün. Qəşəng bombacını da yox elədi. Dəstəni döndürək. Tomluq atım. Cadı. Onlar üçün mega şövalye atarıq. Elektrorus süper iş gördü rəqibin üçün. Yəni orada klonun məncə heç bir mənası yox idi. Qabağını çatsa qəşəng pekka vura bilmədi. Belə bir şey edək. Bombacı atar, oxları hazırda saxlamışam. Atmadım. Belə bir şey edək. Oxları indi çıxartmaq olur. Arxadan cadı. Qabaqdan mega şövalye ataram. Ruh rəqibə çox kömək olur. Orada klon gecikdi. Dev skeletin bombasını atmalıydı. Valkür basaq evrimli. Məncə buradan çıxanmaz. O düzdür. İyi önündə deyil. Və göstərdim ki, hər ikisinin ən güclü kartı hansıdır. Yəni dəstə olaraq tutuşmurlar, amma hərəsi özündə çox güclü kartlardır. İzlədiyinizə görə çox sağ olun. Növbəti videoda görüşərik. Hələlik.